Deməli, pasientimiz gəlib və analiz verdik. Analizlərin cavablarında əlbəttə ki, hər şey qaydasında çıxıbdır. Amma TSH-ımız 2.47-dir, müəyyən qədər bir şübhə yaranır və biz yenə də tiroid hormonunun qalxına bənzər vəzə burada baxmalıyıq ki, hansısa bir problem yaşayırıqmı. Hal-hazırda biz qalxına bənzər vəzə baxırıq bu nahiyədə. Müəyyən qədər gördüyünüz kimi difuz dəyişiklik var. Gəlin uzunlamasına da bir baxaq. Görürsünüz. Demək ki, bizdə belə bir sahə izlənilir, qaysiləşmişdir özdə. Və bu hissəyə də təmiz baxaq. Burada da müəyyən bir dəyişiklik var, görürsünüz belə. Yenə də şükür pis deyil, amma analizlərimiz də əsas götürülür. Baxın, burada da var. Əsas bizim budur.